da gəlməzdi ki, ən asan və dadlı kremdən 2 mərtəbə tiramisu eləyəcəm. Tiramisunun əsas ingredienti əlbəttə ki, kofedir. Kofe seçimim isə dünyanın müxtəlif regionlarından ən keyfiyyətli kofe növlərini təqdim edən baristikadan oldu. İndoneziyadan ixal olunan bu yaşıl qəhvələri ilk öncə qovurdum və 60 filtr dəmləmə üsulu ilə hazırladım. Ətri və dadındakı çiçək, tropik meyvə, tünd şokolad və likör notlarını kaş ki sizə ötürə bilərdim. Krem reseptini dəqiqliklə aşağıda qeyd eləmişəm. Mascarpone və 33% qaymağı şəkər pudrası ilə mikserləyib alınan kütləyə biraz dəmlənmiş kofe qatıram. Daha sonra Savoiardi peçenlərini kofedə 1 saniyə isladıb qat-qat kremdən yığıram. Savoiardini kofedə çox saxlasaz tiramisu palçıq olar. Ona görə də qızıl ortanı tutmalısınız. Yığdıqdan sonra ən az 3 saat soyuducuda saxlayıram ki, dadları bir-birinə otursun. Amma 3 saatı gözləmək asan olmur. Kənarlarını qovrulmuş kofe dənələri ilə dekor eləyib, üzərindən natural kakao səpirəm. Və salam hazırdır. Bircə onu bilirəm ki, keyfiyyətli kofe və əla mascarpone vacibdir, yoxsa dadsız olar. Hər restoranda da bəyənmirəm. Bəs sizcə ən dadlı tiramisu Bakıda hardadır? Yoxsa siz də özünüz hazırlayırsınız?